Sonra gəlir qalel müəllifu və ixtilafu vəl xilafətu fi Qureyş ilə ən yənzilə İsa ibn Məryəm. Xəlifəlik deyir Qureyşdədir, İsa gələnə qədər, İsa ibn Məryəm. Xəlifələr Qureyşdən olmalıdır. Bu məsələ gəlir. Və bunun şərhində, bu məsələnin şərhində deyir ki, Şeyx Fovzan, əgər insanlar var, məsələn, xəlifəliyə namizəddir. Hər bir şey tamamdır da, xəlifəlik şərtləri bunların hamısında tamamlanıb. Yaxşı, bunların üstünlüyü kimə verək? Deyir, Qureyşdən olana. Qureyşdən olana. Nəyə görə, yaxşı, niyə görə Qureyşi biz üstün tutmalıyıq? Çünki hədis var bu barədə. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Əl-əyimmətu min Qureyş. İmamlar, rəhbərlər Qureyşdən olmalıdır. Qureyşdəndir. Və həmçə başqa bir hədisdə qaddimu Qureyşən. Qureyşi önə çəkin. Və onlardan heç kəs önə çəkməyin. Yəni başqalarını onlardan önə çəkməyin. Qureyşi önə çəkin. Və edə kənə Qureyşi salihən. Əgər Qureyş salih olarsa, yəni düzgün olarsa, yəni rəhbərlik səlahiyyətlərinə, rəhbərliyə layiq birisi olarsa və artıq seçim qarşısına qalanda o qabağa çəkilir. Və həmçinin bu barədə ənsarlardan Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat edəndən sonra ənsarlar belə fikirləşdilər ki, bizdən də, ənsarlardan da rəhbər olsun, mühacirlərdən də rəhbər olsun. Və o zaman ki, bunu deyildikdə, artıq bu hədis onlara zikr olunduqda ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu iş yəni Qureyşdədir, əmirlik işi Qureyşdədir. O zaman nə dedilər? Ənsarlar dedilər ki, yaxşı, siz əmirlərsiniz, biz vəzirlər. Əmmə idə təmmələ əl-əmru, yəni deyə bilərsiniz, niyə görə belədir? Niyə görə Qureyşdir? Belə, yəni ona niyə görə Peyğəmbər sallallahu aleyhi ve sellem ərəblərdən gəlib? Peyğəmbər sallallahu aleyhi ve sellem ərəblərdən gəlib. Niyə görə? Və həmçində bu əmirlik, yəni xəlifəlik məsələlərində Allah Resulü sallallahu aleyhi ve sellem ki, bu onların işidir. Amma birdən seçilsə biri artıq rəhbər seçilib, Qureyşdən deyil o. Bugünkü Qureyşdən bir rəhbər var. Fərqi yoxdur. Artıq əmir seçilibsə, rəhbər seçilibsə, güc, qüvvət artıq ondadırsa, qoşun, güc, hamısı onda artıq ona itaət edilir. O rəhbər kimi qəbul olunur və ona qarşı çıxmaq da icazəli deyil. Və yaxud Qureyşi ola bilər ki, Qureyşdən olan, amma imamlığa layiq deyil. Beləsi də olar. O zaman o deyil. Yəni, söhbət nədən gedir? Şərtlər tamamlanıbsa. O da ayrı bir məsələdir. Rəhbərə şərtlər, yəni kişi olmasıdır, müsəlman olmasıdır, adil və s. Bu şərtlər imamlığa, yəni rəhbərliyə insanın layiq olan şərtlərdir. Məsələn, qadın olmaz. Rəhbərlik verilməz, qadından rəhbər olmaz. Amma birdən bir qadın seçildi artıq. Rəhbərlik gəldi rəhbərliyə. O zaman artıq gələndən sonra məcbur itaət edilir. İsa aleyhissalam deyir, nazil oluna qədər, yəni fikir ver, burada işarə nəyədir? İsa gələnə qədər. Çünki İsa gələndə də rəhbər kim olacaq? Mehdi. Muhammed ibn Abdullah Mehdi. Baxın, o da Qureyşdəndir. Çünki gedir, çıxır onun kökü hara? Həsənə radiyallahu anh. Həsən ibn Əlinin nəslindən gəlir. Və bu da axırıncı son Qureyş yəni xəlifələrindəndir. Xəlifələrdən olacaq. Birinci kimdir? Qureyş xəlifələrindən ilki. Muhammed sallallahu aleyhi ve sellemdən sonra da indi nəzər. Əbu Bakır və sonra sonuncu da nədir? Mehdidir. Qalil müəllif buyurur ki, mən xarəcə alə imami min əymətil muslimin fəhvə xarici. Kim müsəlman rəhbərlərindən qarşı çıxarsa, o xavaricdir. Və qəşşəqqə əsəl muslimin və müsəlmanların birliyini artıq pozmuş sayılır. Və əsərlərə, yəni hədislərə, əsərlərə müxalif çıxmış sayılır və onun ölümü də cahiliyə ölümü kimidir. Buna sözü deyən kimdir? Bərbəhəri. Şeyx Fovzan şərhdə deyir ki, kim deyir, yəni müsəlmanların rəhbərlərinə qarşı çıxarsa və höccət olaraq da gətirərsə ki, o asilikləri var onun, nöqsanları var, müxalif şeylər var onda, kəmə fəali necə ki, bunu xavaricilər eləyib, fəhədə ləhu hukmul xavaric. Bunun da deyir, hökmü xavaricdir, deyir. Vəl-xavaric fiyyətun dal. Xavariclər kimlərdir, deyir? Azğın firqədir və onların toxumları hardan gəlir? Elə Peyğəmbər sallallahu aleyhi ve sellemin dövründən. O vaxt ki, Zul-Xuveysira adlı biri gəlir Allah Rəsulunun yanına və Allah Rəsulü sallallahu aleyhi ve sellem qənimət bölərkən nə deyir? Deyir, ey Muhammed adil ol, sən adil olmadın. Peyğəmbərə deyir ki, ədalətli ol, sən ədalətli olmadın, deyir. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, vay olsun, deyir, mən ədalətli olmayandan sonra da kim ədalətli olar ki?
Və Allah Rəsulü deyir ki, sallallahu aleyhi ve sellem deyir, bunun kökündən gələcəklər, çıxacaqlar. Hələ gələcəklər. O, öncədən Peyğəmbər sallallahu aleyhi ve sellem xavariclər haqqında xəbər vermişdir. Və onlar barəsində deyir ki, qovm elə bir qövmdür ki, sizin namazınız onların namazlarına çatmaz. Və sizin ibadətləriniz onların ibadətlərinə çatmaz. Yəni, onların güclü ibadətləri olacaqlar, güclü namazda olacaqlar. Və Quran oxuyacaqlar, lakin deyir, Quranları hulqumlarından aşağı keçməyəcək deyir. Və İslamdan deyir, dindən deyir, oxun yaydan çıxdığı kimi çıxacaqlar. فَاَيْنَمَا لَقِيتُمُوهُمْ Harada görsəniz onları öldürün deyir. Çünki onların deyir, öldürülməsində böyük əcr var deyir. Bu hədis də gəlir Buxari və Müslimdə. Və deyir, bu nə zaman olur? Onların öldürməsi məsələsi. Harada gördüyünü öldürür. Yox, bu hər adama aid deyil. Bu rəhbərə aid olan məsələdir. İkincisi də ki, əgər sənə qarşı vuruşsalar, Şeyx Fozan deyir ki, əgər onlar silahla müsəlmanlara qarşı qalxsalar, o zaman onlara qarşı vuruşulur. Və amma deyir, mücərrəd deyir, oturublarsa, o zaman yox, olmaz. Əmmə mücərrəd ennəhum yuzhirunə ra'yul xavaric söhbətləri eləyirsə və xavaric sözlərindən müəyyən o sözlər danışırsa, bu xavarici deyib öldürüm, yox, belə şey yoxdur. Nə vaxt olur bu? Əgər silah qaldırsalar, gəlsələr müsəlmanların qanına, malına, namusuna, o zaman وَلَكِنْ لَا يُقَاتِلُونَ وَلَيْسَ مَعْهُمْ silah. Yəni, silahsız olarlarsa, onlara qarşı vuruşulmaz və ancaq onların fikirlərinə qarşı mübarizə aparırlar. Və onların azğınlıqları, zəlalətləri bəyan edilər. Və o zaman ki, qalxsalar ayağa, bəli, döyüşülür və bu haqda da həmçinin Əli radiyallahu anhu bəllidir ki, Nəhrəvanda xavariclərlə döyüşüb və xavaricləri öldürüb. Sahabələr də onunla bərabər xavariclərlə döyüşüblər. Və hətta şükür səcdəsi eləyirdi Əli radiyallahu anh. Yəni, bu böyük əcr qazandım deyir, bunları öldürməklə. Çünki İslama böyük fəsadları var idi. Xavariclər İslama vurduğu ziyana heç yahudlər, xaçpərəstlər o qədər ziyan vurmayıblar. Onlar həqiqətən İslamı içindən dağıdan adamlardır. وَقَدْ شَقَّ عَسَى الْمُسْلِمِينَ خَالِفَ الْأَسَرِ Yəni, bunlar müsəlmanların birliyini pozmaq, həmçinin əsərlərə müxalif olmaq və cahiliyyə ölümü kimi ölməkdir bu. Və xavaric, humullezine şəqqu, xavariclərdir insanları parçalayanlar, birliyi parçalayanlar, müsəlmanların rəhbərlərinə qarşı çıxanlar və hədə humul, yəni bunlar deyir, müsəlmanları təkfir eləyirlər, müsəlman rəhbərlərini, müsəlmanları təkfir eləyirlər, həmçinin böyük günaha görə təkfir eləyirlər və onların əlamətləri vardır, deyir. Birinci əlamətləri nədir? Müsəlman rəhbərlərinə qarşı çıxmaq. Xavaricdən əlamətlərini gətirir burada. Və müsəlmanların rəhbərlərini devirmək istəyi. İkincisi, müsəlmanları təkfir eləmək. Böyük günahlara görə. Xavariclərin əsas əlamətləridir. Böyük günaha görə kafir görmək. وَالَّذِي حَمَلَهُمْ عَلَى هَذَا هُوَ الْخُلُفِ Yaxşı, niyə görə belə olublar? Həddi aşmaq, xuluf. Allah Rəsulü sallallahu aleyhi ve sellem hər bir məsələdə həddi aşmaqdan çəkindirib. Və buyurub ki, sizləri həddi aşmaqdan çəkindirirəm. Sizdən öncəkiləri həlak eləyən hələ həddi aşmaları oldu. Dində həddi aşmaq. Orta yol tutmaq lazımdır. Nə ifrat, nə təfrit. Və bunlar artıq həddi aşdıqları üçün azdılar. Və huvə ziyadətü fid-din. Yəni, quluf nədir? Dində artıq şeylər. Artırmaq. Və ziyadətü aləl-məşru' fi inkar-münkər. Həmçinin inkar, münkərin inkarında həddi aşmaq. Bu da qulufdur. Və həmçinin onlar deyir, ibadətlərdə həddləri aşdılar və böyük günah sahiblərini belə kafir görürlər. Ölümləri deyir, nə olar? Deyir, cahiliyyə ölümü kimi olar, əgər bunları eləyən kəs. Ölümü cahiliyyə ölümü kimi olar. Bu da nəyə görə belə deyilib? Çünki burada cahiliyyə xisləti var. O vaxt cahiliyyə vaxtında ərəb qəbilələri nətər idi? Fərqli-fərqli, yəni ayrı-ayrı idilər. Yəni bir yerdə cəm deyildilər da. İslam gəldi, onları cəm elədi. Və görürdün ki, qəbilələr bir-birini qırırdılar. Müəyyən qəbilələri var ki, qisas məsələləri var idi onlarda.
Ömrü boyu bunlar bir-birini qırırlar. Sonra İslam gələndən sonra bu qəbilələri hamısını cəm etdi bir bayraq altında, İslam bayrağı altında. Və bu haqda Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə buyurur ki: وَاذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ اِذْ كُنْتُمْ اَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ اِخْوَانًا. Allahın sizə olan neymətini xatırlayın. Siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi birləşdirdi və onun neyməti sayəsində qardaş oldunuz. Bir-birinizə qardaş oldunuz. Yəni İslamın ən böyük, yəni İslam neymətlərindən biri budur ki, düşman idilər bir-birinə, qardaş oldular. Cəm elədi bir bayraq altında. O qəbilələr ki, bir-birindən vuruşurlar, bir bayraq altında İslam onları cəm etdi. Daha başqa bir ayədə Allah Teala buyurur ki: "Vazkuru iz entum qalilun mustadafun." Deyir, xatırlayın, siz deyir zəif idiniz, az idiniz, zəif idiniz və qorxurdunuz ki, insanlar sizin üzərinizə hücuma keçərlər deyir. Zəif idiniz, az idiniz, qorxurdunuz. Və Allah Teala deyir, sizə sığınacaq verdi. Öz köməyi ilə sizi qüvvətləndirdi və pak neymətlərdən, pak ruzilərdən sizi ruzləndirdi. Bəlkə siz şükür edəsiniz. Bu da hamısı İslam neymətidir. Və həmçinin müsəlman rəhbərinin belə deyək, rəhbərliyi altında birləşməklə əldə olunur. Çünki fikirləşin, müsəlman rəhbəri olmazsa, rəhbərin rəhbərliyi altında insanlar birləşməzlərsə, nə olar? Xaos olar, hərə bir şey deyərlər, əminamançılıq olmaz, insanlar rahat gəzə bilməzlər. Burada müəllif Şeyx Fovzan şərhdə deyir ki, əminamançılıq, həmçinin ruzinin tələbi, rahat insan gedir ruzi qazanmağa. Çətin, rahat, ən azından gedə bilir. Ən azından əminamanlıq. Yəni, fikirləş ki, əminamanlıq yoxdur. Evindən çölə çıxa bilmirsən, evində rahat otura bilmirsən. Və imtidad nəs fi sə'i fi tələbir rizq bisəb min əmnət turuq. Yolların əminamançılıq səbəbi ilə insanlar rahat rayonlara, rahat müəyyən yerlərə gedib oradan ticarət eləyə bilirlər. Və sair və sair. Bunlar hamısı rəhbərin, müsəlman rəhbərinin olması ilə gerçəkləşən şeylərdir. Və sonra başqa faydalar da var. Misal üçün, yarhamukallah, belə deyək, oğurluqdur, oğurluğun azalması və yaxud müəyyən o cinayətlərin azalması və s. və s. Amma deyir, xuruc alə valiyil əmr və şaqqa asə taat və yulzum minhu. Amma deyir, hakimə qarşı çıxmaq, bunlar nəyə gərəkdirir? Müsəlmanların parçalanması, qanın tökülməsi və həmçinin düşmənlərin hücumu. Bu üç əsas şey gəlir. Rəhbərə qarşı çıxmağın üç əsas fəsadı. Müsəlmanların parçalanması, insanların hərə bir fikirdədir, xaos və qanın tökülməsi və düşmənlərin hücum etməsi. Və düşmənlər də bir şeyləri gözləyirlər. Və hətta görürsünüz ki, indiki yaşadığımız dövrdə də bir ölkəni ələ keçirmək üçün birinci oranın cəmaatını qaldırırlar rəhbərə qarşı. Və misal götürək Libiya. Qəddafinin vaxtında cəmaat necə yaşayır? Devirdilər və heç nə. Güya indi yaxşı oldu. Ona görə rəhbərlərə itaət məsələsi və onlara qarşı çıxmaq yəni icazəli olmaması məsələsi deyir ki, nəyə görədir? İnsanların qanını, müsəlmanların qanını, canını, malını qorumaq üçün. Məfsədədir, müəyyən fəsadlar var, amma sən daha pislə bu məfsədəni aradan qaldıra bilmərsən. Müəyyən nöqsanlar var, düzdür? Sən daha pislə bunu aradan qaldıra bilmərsən. Şəriətdə bu icazəli deyil. Və deyir ki, Ənə mən leysə ləhu imam fəinnəhu kəlləzi yəiş fil cahiliyyə. Deyir, cahiliyyə dövründəki kimi məsələsini gətirir. Deyir ki, müsəlman rəhbəri olmayan sanki bir cahiliyyə dövründəki kimi yaşamış kimidir və ölümü də cahiliyyə ölümüdür. Və burada məna o demək deyir ki, kafirdir. Çünki ölümü cahiliyyə dövrü kimi olar. Hədislərdə gəlib da belə. Deyir, kafir demək deyil. Sadəcə deyir, xislət. Ənəhu yəkunu fihi xislətun min xisəl-i cahiliyyə. O cahiliyyə xislətindən olar onda. Və la yədxulu təhtə taati imam və yəiş əl-fəvda. Və yəni sanki özü öz başına, özü üçün yaşayan biri kimi.
Ona görə həmçinin Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurub ki, mən kərihə min əmirihi şeyən, kim öz əmrində, öz rəhbərində bir yəni kərahiyyə olan, məkruh olan bir şey görərsə, yəni ona xoşlamadığı bir şey görərsə, fəlyasbir, səbr eləsin. Fəlyasbir aleyhi. Fə innə leysə əhədun minən nəsi xaracə min sultan şibran fəmətə aleyhi illə mətə meytətəl cahiliyyə. Və deyir, elə bir adam yoxdur ki, rəhbərə qarşı çıxa, sultana qarşı çıxa, bir qarış çıxa və ölə və onun ölümü cahiliyyə ölümü kimi olmasın. Və bu Allah Rəsulundan gələn bu cür hədislər çoxdur. Harada ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm qadağan edib hakimlərə qarşı çıxmağı və o məsələ də vaxt var. Az qalıb. O da burada gəlir. Deyir ki, وَلَا يَحِلُّ قِتَالِ السُّلْطَانِ وَلَا الْخُرُوجِ عَلَيْهِ. Bərbəhəri rahimehullah buyurur ki, hakimə qarşı çıxmaq, rəhbərə qarşı çıxmaq və onunla döyüşmək icazəli deyildir, hətta fasiq olsa belə. Bu da deyir, həmçinin Allah Rəsulunun sallallahu aleyhi ve sellem Əbu Zər el-Xifariyə dediyi kimi, İsbir və inkənə abdən həbəşiyyən. Səbr elə, hətta həbəşi bir qul olsa belə, rəhbər, səbr elə. Və qavlu ləl-ənsar, lil-ənsar. Ənsarlara Allah Rəsul deyib ki, səbr eləyin həttə təltəquna aləl-hud. Hovuzumun başında görüşənə qədər səbr eləyin deyib. Və leysə minəs sünnəti qitəlis sultan. Və deyir, sünnədən deyil ki, rəhbərlə vuruşulsun. Çünki deyir, fə innə fihi fəsadu dünya və din. Çünki bu şeydə dünyanın və dinin fəsadı vardır. Sənin hakimə qarşı çıxmağın, döyüşməyin özünə zərərliysən birinci. Dünyan və dinin gedir. Və müəllif Şeyx Fozan Hafizullah şərhdə buyurur ki, heç kəsə icazəli deyil hakimə qarşı çıxmaq, bəyən yaxruc aleyh silah qaldırmaq, silah namına qarşı çıxılmaz. Yəni və deyir, fasiq olsa belə hətta ondan fasiqlik, zülm, əgər zülmü belə olsa, səbr edilər. Lənə səbr alə zəlikə məə mə fihi minəd darar əxaf. Çünki ona səbr eləmək, hakimdə olan bu zülmə, müəyyən o zülmlərə səbr etmək, ona qarşı çıxıb, o ki fəsad olacaq, ondan daha yüngüldür. Deyir ki, əs-sabru alə zəlik, buna səbr etmək. Mə fihi minəd darar. Hətta sənə ziyan var müəyyən şeylərdə. Sənə zərər var, xoşlamadığın şeylər var, zülm var sənə qarşı. Bu şeyə səbr etməyin bundan sonra baş verəcək fəsada səbr etməyindən daha yaxşıdır, deyir. Çünki xurucdan sonra, ona qarşı çıxmaqdan sonra ki, gələn o fəsadlar var, o qanın tökülməsi, həbslər və s. O fəsadlar daha pisdir, daha betərdir. İslamda belə bir qayda var. Şəriətimizdə qayda var. İrtikəb əxaffu dərəreyn lidəffil ələhə. 2 dənə zərər var. İkisindən biri olmalıdır da. Böyük zərəri aradan qaldırmaq üçün yüngül zərərə baş vurursan. Misal, Xıdır aleyhisselam, Kəhf surəsində ayət var. Neynir? Götürür o gəmini deşir. Gəmini deşmək nədir? Zərərdir, düzdür? Yaxşı, niyə gəmini deşir? Gəmini deşir ki, oradan bir dəstə gəlir, rəhbər gəlir, hansı ki, məlik deyir. O deyir, salamat gəmi görəndə onu ələ keçirirdi. Və bu gəlib bu gəmini də salamat görsə, bunu da ələ keçirəcək. Və məcbur olur, deşir gəmini, xarab eləyir müəyyən qədər, zərərdir. Amma deyir, 2 zərərdən birini yüngülünü seçirsən ki, böyüyünü dəf eləmək üçün. Və sənin bugün müəyyən məsələlərdə zülmə məruz qalmağın nədir? Buna səbr etməyin, bu əziyyətə səbr etməyin, necə ki, Allah Rəsulu tövsiyə edib, səbr elə. Bundan sonra, yəni çıxdın qarşı, müəyyən şeylər elədin. Nə əldə eləyəcəksən? Daha böyük zərər gələcək. Ona görə o zərər gəlməsin deyəndə bu zərərə səbr etmək daha xeyirlidir. Və buyurur ki, وَالنَّبِي sallallahu aleyhi ve sellem قَالَ لِلْأَنْصَارِ Peyğəmbər sallallahu aleyhi ve sellem ənsarlara deyir ki, İnnəkum sətəravnə bə'di əthratən Məndən sonra deyir, haqsızlıqlar görəcəksiniz. Və əthra kəlməsi əthra. Yəni, insanların mallarını mənimsəmələri kimi təfsir edilir.
malların mənimsəməsi. Mənimsələməsi. Mənimsəmləməsi. Ondan. Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, məndən sonra deyir, görəcəksiniz belə haqsızlıqlar. Fasbiru həttə təlqavni aləl havd. Və hovuzumun başında görüşənə qədər səbr eləyin. Bu haqda Allah Resulü sallallahu aleyhi və səlləm xəbər eləyib. Buxaridə gəlir hədis və Müslimdə keçir hədis. Və əvsahum bis sabr. Tövsiyə elədiyi nə oldu? Səbr etmək. İstithər bil əmval dedi. Yəni burada deyir, yəni bu məsələni şərh edir, deyir ki, malların əldən alınması məsələsidir. Fə əvsahum bis sabr. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də səbri tövsiyə elədi ki, daha böyük fitnə olmasın deyənə. Buna görə bu məsələdə ki, deyilir ki, rəhbərlərə itaət nəyə görə deyilir? Müsəlmanların qanının, malının qorunması üçün. Daha böyük fitnə olmasın deyənə. Görsənin odur ki, qarşı çıxanlar əksər hallarda bəlkə də yəni, daha da pis olub, nəinki yaxşı. Və buna misallar çox gətirmək olar. Peyğəmbərdən belə bir hədis yoxdur ki, hakimlərlə vuruşmaq barəsində. Fasik, asi, nə bilim, zalim olan hakimə qarşı döyüşməyə, yəni sövq eləyən hədis yoxdur. Ona görə Şeyx Fovzan buyurur ki, deyir, bu barədə bir dənə belə hədis yoxdur, nə zəif hədis yoxdur, nə həsən hədis yoxdur, nə də səhih hədis yoxdur ki, Allah Resulü sallallahu aleyhi və səlləm rəhbərlərə qarşı, zalim rəhbərlərə qarşı onların zülmlərinə susmayıb, onlara qarşı çıxıb vuruşmaq lazımdır deyə buna sövq eləyən bir hədis olsun. Əksi var bunun, nəinki bu. Və in kənə fəsiq, fasik olsa belə, və in kənə zalim olsa belə, fələ yəcuzul xuruc aleyhi, ona qarşı çıxmaq icazəli deyil və hədislərin dəlalət etdiyi nədir? Səhih olan hədislərin dəlaləti nəyə dəlalət edir? Səbrə dəlalət edir və onlara qarşı çıxmağın haramlığına qarşı dəlalət edir. Və lə yəni hədə ənə sultan lə yunasıq. Və bu da o demək deyil ki, rəhbərlərə nəsiyyət edilməz, nəsiyyət olunmur. Belə ancaq itaət elə yox. Nəsiyyət olunur, amma necə? Qayda qanunu ilə. Nəsiyyət edən müəyyən adamlar olmalıdır, alimlər, müəyyən insanlar sirri şəkildə. Açıq-aşkarda yox. Deyir ki, rəhbərlərə nəsiyyət sirri şəkildə edilər, yəni hakimə çatdıracaq, o rəhbərə çatdıracaq müəyyən adamlar olmalı ki, o nəsiyyəti çatdırsınlar. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, din nəsihətdir. Dedilər, ya Resulullah kimə? Allaha, lillahi və li kitabihi, Allahın kitabına, Rəsuluna və müsəlmanların rəhbərlərinə və ümumi müsəlmanlara. Hədis Müslimdə keçir. Və leysə minəs sünnəti qital sultan. Və leysə fiyhə dəlil, lə sahih və lə daif. Buna toxunduq ki, hakimləri qarşı çıxmaqda heç bir səhih və ya zəif hədis yoxdur ki, ola sövq eləyən. Bəl fiyhə fil Qur'an əmr bitta. Əksi var Qur'anda onlara itaət. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, ey iman gətirənlər, Allaha, onun rəsuluna itaət eləyin və özünüzdən olan əmr sahibələrinə itaət eləyin. Çünki bunda qarşı çıxmaqda dünya və axirət fəsadı vardır, hərc-mərcliyin olması və həmçinin düşmənlərin insanın üzərinə hücum etməsi, dinin aradan getməsi və sair burada çox fəsadlar gətirir. Çünki hakim olanda harada müəyyən qədər haqlar qorunur, müəyyən insanın haqqı məsələsi varsa, oğurluq məsələsi olsun və yaxud digər məsələlərdən insanlar ən azından əmin olurlar. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə ente, estağfiruke və etûbu ileyk.